AT Holistik Həyat təqdim edir. Gününün 97%-nin sənin ixtiyarından, sənin iradəndən kənarda olduğunu və sadəcə 3%-ni sənin özünü düşünən beyninin idarə etdiyini bilirdin mi? Zehnimiz iki hissəyə bölünür. Şuuraltı zehin, hansı ki bizim iradəmizdən kənarda olan və gündəliyimizin 97%-ni idarə edən hissə və şuur üstü, yəni iradəmizdə olan və düşüncələrimizə tabe olan hissə, hansı ki sadəcə 3%-dən ibarətdir. Şuur altı hissə bizim 0-6 yaş arasında uşaqlığımızda ən çox formalaşan hissədir və bu bizim iradəmizdən kənar kodlanır bizə. Yəni böyüdüyümüz evdə ailəmiz, ata-anamız, getdiyimiz məktəb, qonşular, qohumlar bizim yəni öz seçimimiz olaraq yox, bizim üçün seçilənlərdir. Və çox vaxt bunları biz xatırlamırıq və yaxud xatırlasaq belə dəyişdirməkdə çox zorlandığımız tərəfidir beynimizin. Və bu isə artıq bizim üçün avtomatikləşmiş hissədir. Yəni heç düşünmədən, planlaşdırmadan etdiyimiz bütün gündəlik aktivitelər buradan irəli gəlir. Kodlar bizim böyüdüyümüz ailədən və yaxud da böyüdüyümüz mühitdən asılı olaraq pozitiv də ola bilər. Hansı ki bu bizə gələcəkdə uğur gətirir və bizim güclü tərəfimizə çevrilir və yaxud da tam tərsinə də ola bilər. Amma bir şeyi unutmayaq ki, pozitiv də olsa, negativ də olsa bizim seçimimiz deyil. Və bu deməkdir ki, bizim həyatımızın, karyera seçimimizin, ailə seçimimizin, özümüzü həm psixoloji, həm mənəvi, həm fiziki necə hiss etməyimizin, ekonomik durumumuzun seçimini edəni əslində biz deyilik. Yəni biz sadəcə onun 3%-nə qərar veririk. Əslində seçimin 97%-i bizim böyüdüyümüz mühitin və ailəmizin və ətrafımızın seçimi olub. Bu kodlar ən çox dediyim kimi 0-6 yaş arası formalaşdığı üçün çox vaxt bu kodları xatırlamırıq. Sadəcə olaraq bu kodlar özünü bizim duyğularımızda göstərir və həyatda əldə etdiyimiz uğurlarda və yaxud uğursuzluqlarda, ailə seçimimizdə, sağlamlığımızda, işimizdə göstərir. Və konkret arxasında hansı kodun durduğunu heç vaxt xatırlamırıq normal vəziyyətimizdə. Məsələn, deyək ki, bir xanım heç cürə ailə qura bilmir və ya ailə qurur, amma heç cür xoşbəxtliyinə nail ola bilmir, sevgi görə bilmir və seanslarda şuur altına endikdə məlum olur ki, körpəlikdə evdə atasının, anasının incitdiyinin şahidi olub və özü də istəmədən kodlanıb ki, ailə olmaq əziyyət gətirən bir şeydir və ona görə də böyüdüyündə ya seçimini düzgün etmir, ya da seçsə belə o istədiyi sevgini görə bilmir. Çünki o model yoxdur artıq onun beynində, o kod artıq yoxdur beynində. Və ya deyək ki, işləri düzgün irəliləməyən, ekonomik durumunu heç cür toparlaya bilməyən birinin uşaqlığına endikdə ailəsində pulun çox çətinliklə qazanıldığının şahidi olub və kodlanıb ki, bəli, bu artıq bir mənim həqiqətimdir, pul çox çətin yolla əldə edilir və buna görə də hansı işi görməsindən asılı olmayaraq, hansı sahədə irəliləmək istəməsindən asılı olmayaraq, onun üçün qazanc yolu həmişə çətin yollardan gəlir. Yəni həyat nəticəmiz şuuraltımızın 97%-nin bizi idarə etməsinin nəticəsidirsə, yəni həyatı içdən çölə yaşayırıqsa, bu deməkdir ki, bir şeylərdə dəyişiklik etmək istəyiriksə, öncə öz içimizdə dəyişiklik etməliyik ki, nəticə olaraq ətrafımızda baş verən hadisələrdə dəyişiklik olsun. Özümüzdə dəyişim başlamadan yaşadığımız ölkəni dəyişsək belə, iş yerimizi dəyişsək belə, ailəmizdə hər hansı bir dəyişiklik etsək belə, sağlamlığımızla bağlı, yəni həkimdən həkimə, klinikdən klinikə getsək belə çox az dəyişimə nail ola bilirik. Ətraf mühit, şərtlər əslində hər kəs üçün eynidir. Amma hər kəsin həyatı fərqlidir. Bu ona görədir ki, hər kəsin həyatına ətraf mühit özünün yansımasıdır. Yəni şuuraltımızın yansımasıdır. Şuuraltımız ətraf mühitdən bizə güzgülənir. Mənə bir cür güzgülənir, sənə bir cür güzgülənir, sənin tanışına, ətrafındakı insanlara başqa cür güzgülənir. Baxmayaraq ki, eyni mühitdə yaşayırıq. Məsələn, eyni ölkədə, eyni şəhərdə yaşayan
təxmini yaşları da eyni olan, təhsili də eyni olan 2 nəfər təsəvvür eləyək. Təsəvvür eləməyək, yəni belə nəticələr praktik olaraq var ki, eyni biznesi işini görürlər. Biri milyonlara sahib olduğu halda digəri müflis həyatı yaşayır. Və biraz araşdıranda hətta o müflis vəziyyətində olan biznesmen daha çox yatırım qoyub işinə, daha çox vaxt sərf eləyir, daha çox saat işləyir, amma nəticəsi yoxdur. Çünki dediyim kimi, yəni həyatı içdən çölə yaşayırıq. Çöldən içə deyil. Çöldə baş verənlər eynidir hər ikisində. Amma içəridə baş verən birinin şuur altında hər hansı bir işi başladıb orada uğur əldə etmə kodu yoxdur. Digərinin şuur altında hər hansı bir işə, istənilən bir işə əl qoyarsam, oradan çox gözəl nəticə eləyəcəm kodu var. Ona görə də nəticələr də fərqlidir. Və ya sağlamlıqla bağlı bir dənə özümün şahid olduğum nümunə deyim. Korona dövründə xəstəxanada 80 yaşında multi xəstə olan yaşlı bir insan, yəni korona virusuna yaxalanırdı, amma sağ-salamat çıxıb gedirdi xəstəxanadan. Amma xəstəxanaya 25-26 yaşında gənclər gəlirdi ki, hansı ki tam sağlamdı, həyatlarını itirirdi. Təbii ki, burada medikal, yəni tibbi səbəblər də var, amma dedik axı ki, yəni nəticəmizin 97% şuur altımızdan asılıdır. Və çox dərinə getsək də görəcəyik ki, doğrudan da nəticənin 97%-i elə o şuur altındakı qorxulardan asılıdır. Korona virusu çox çətin atladanlar və yaxud da uzun müddətli xəstə qalanların əksəriyyətində xəstələnməkdən qorxu, xəstələnib ölməkdən qorxu, virusdan qorxu var idi. Niyə yaşlı insanlar, yəni öhdəsindən gələn yaşlı insanlar da var idi? Çünki onların şuur altında virusdan ölüm qorxusu yox idi. Avtomatik şəkildə yox idi. Çünki həyatlarının çox hissələrini yaşamışdılar. Ya bu səbəbdən dolayı idi və yaxud da ki, ümumiyyətlə o insanlarda xəstəlik qorxusu bəlkə də heç olmayıb, kodlanmayıb şuur altlarına. Yəni virusun öhdəsindən gəlmək təbii ki, ətraf səbəblərdən başqa ki, hansı xəstəxanada müalicə alırsan, hansı şərtlər altındasan. Bundan başqa yerdə qalan 97% ki, şuuraltı kodlar deyirik, təsir edir. Bilirsiniz hansılar idi? Hansı şəkildə virusdan və yaxud xəstəlikdən, ölümdən qorunma mexanizmi var şuur altında. Nəticənin, yəni 97%-ni bax bu qorunma mexanizmi qərar verirdi. Ona görə də bir şeylərin dəyişməsi üçün ətrafının dəyişməyini, mühitinin dəyişməyini, şərtlərin sənin xeyrinə olmağını gözləmə. Çünki o heç vaxt olmayacaq. Hər şey, gördüyün, yaşadığın hər şey səni güzgüləyir və sənsən. Və dəyişmə səndən başla. Hər cümə bənzəri videoları izləmək üçün kanala abunə olmağı və bəyənməyi unutmayın.